Yaqubun ailəsi aclıq üzündən vətənlərini tərk edərək Misir torpaqlarına yerləşməyə gəlmişdi. Onların orada o qədər övladları və nəvələri oldu ki, böyük xalqa çevrildilər. Misir padşahı İsraillilərin bu qədər çoxaldığını gördükdə onlara nəzarət etməli olduğuna qərar verdi və onları öz qullarına çevirdi. Cəld olun, ora gedin. Fironun tembel qullara ehtiyacı yoxdur. Su. Mənə biraz su verin. Möhkəm ol. Sən gücünü toplamalısan. Hər gün belə dözülməz əzablarla üzləşib necə möhkəm ola bilərik? Yokovet. Xalqımızın Allah tərəfindən seçildiyini unutma. Bizim üçün hər şey belə bitə bilməz. Cəld olun, işləməyən, yaşlı, tembel kişilərə. Vaxtım yoxdur mənim. Hey sən, bu yararsız adama daha boş yerə vaxt sərf eləməyin. Musa, narahat olma oğlum. Allahın əli hələ də üzərimizdədir. Ağam Firon, bu İsrailləri ağır işlərdə çalışdıraraq nə böyük və gözəl şəhərlər tikirik, elə deyilmi? Onları ölkəmiz üçün gözəl işçi qüvvəsinə çevirdik. Bəli, qaynağa çevirdik. Amma onlar hələ də təhlükə yarada bilərlər. Qullarımızı nəzarət altında saxlamalıyıq ki, onlar bizə qarşı üsyan etməyə nə gücləri, nə də niyyətləri olsun. Ağlınızdan nə keçir ağam? Bütün İsraillərin oğlan uşaqlarının doğulduqları gün öldürülməsini əmr edəcəyəm. Bəli, bu fərmanı bütün xalqıma elan edin. İsrailli oğlan uşaqları çaya atılmalıdır. Xalq əmr etdiyiniz kimi edəcək ağam. Əziz oğlum, sən artıq yatmalısan. Bu evdə bir körpə var. Körpənin səsini eşidirəm. Açın qapını. Sakit ol Musa. Məryəm, Harun, qardaşınızı o biri otağa aparın. Ağlamağa da qoymayın. Körpənin səsi bu evdən gəlirdi. Əgər o oğlandısa, onu çaya atacağım. Körpə? Burada körpə yoxdur. Yaxşı. Əgər burada oğlan uşağı gizlətdiyini öyrənsəm, Fironun adı ilə qayıdıb onu öldürəcəm. Mən neyniyim? Mən də neyniyəcəm? Əziz Musamı daha burada gizlədə bilmərəm. Səbəti bura qoy. Məryəm, sən burada gözlə. Gözlərini kiçik qardaşından ayırma. Pis bir şey olmayacağından əmin ol. Musam, səni burada qamışların arasında qoyub getməliyəm. Mənim canım, əziz balam. Elə həmin gün Fironun qızı çimmək üçün çaya enmişdi. O nədir orada? Mənə o səbəti gətirin. Bu ki körpədir. Yəqin İsrailli körpədir.
Yazıq, həm də çox şirin və gözəl körpə. Çay mənə bir körpə verdi. Səni öz oğlum kimi övladlığa götürəcəm. Ey sən, balaca qız. Get, mənim üçün körpəmə süd verə biləcək birini gətir. Məryəm öz anasını Fironun qızının yanına gətirdi ki, o körpə Musaya qulluq etsin. Fironun qızı Musanı öz oğlu kimi övladlığa götürdü. Beləcə, İsrailli oğlan Musa Misirin padşah saraylarında böyüdü. Yetkinlik yaşına çatmış Musa, nəhayət ki, İsraillərin necə işlədiyini görməyə getdi. İsraillilər köləliyin zülmü altında hər gün əzab çəkirdi. Kərpiclərin dəhşətli ağırlığı altında inildəyərək tərdən islanırdılar. Amma ürəklərinin dərinliyində Allahın onları xilas etməsi üçün dua edirdilər. Allah da onların fəryadını eşitdi. Hey tembel qul, qalx ayağa. İndi qamçım sənə hər şeyi öyrədəcək. Musa görəndə ki, Misirli nəzarətçi İsrailini döyməkdən əl çəkmir, çox qəzəbləndi. O nəzarətçini elə bərk vurdu ki, onu öldürdü. Sonra Musa qorxur ki, onu cəzalandıracaqlar. Ona görə də Misir torpağından çox uzaqlara qaçır. Musa Midyan torpağına gedir və orada çobanlıq etməyi öyrənir. O uzun illər Yitronun ailəsi ilə birlikdə yaşayır. Orada evlənir və övlad sahibi olur. Bu nədir? Musa, çox yaxınlaşma. Mən atalarımızın Allahı, İbrahimin, İshaqın və Yaqubun Allahıyam. Xalqımın Misirdə necə dəhşətli zülmə məruz qaldığını gördüm. Onları öz torpaqları olan Kənan torpağına qaytarmaq üçün gəlmişəm. Xalqımı Misirdən çıxarmaq üçün Fironun huzuruna göndərəcəyim adam sənsən. Mən kiməm ki, İsrailliləri Misirdən çıxaram? Xalqımı azad etməyə gələndə mən səninlə olacağam. Bəs İsraillilər mənə inanmasalar nə edəcəm? Hətta sənin adını belə bilmirəm. Allah öz xalqını azad edir. Mən var olanam, həmişə də var olacağam. İsrail xalqına de ki, atalarınızın Allahı Yahve sizi zülm edənlərin əlindən xilas edəcəyini söylədi. Ya Rəbb, Yahve. Sən gedib Fironla danışacaqsan, o da səni buraxacaq. Çünki mən güclü əlimi Misirə qarşı qaldıracağam. Amma ya Rəbb, bilirsən axı, mən heç vaxt yaxşı danışmağı bacarmamışam. Musa, qorxma. Çünki mən səninlə olacağam. Deyəcəyin sözləri sənə verəcəyim. Ya Rəbb, xahiş edirəm, başqasını göndərə bilməzsən? Musa, qardaşın Harun yaxşı danışır. Elə indi o səni görməyə gəlir. Harun, qardaşım, səni görmək nə xoşdur. Günəşin qüdrətli ruhu, nurun və istiliyinlə paşahlığıma işıq saç. Çayların böyük tanrısı, məhsullarımız üçün suyunu bizimlə paylaş. Qoy heç vaxt məhsul qıtlığı olmasın. Ağam Firon,
Bu iki İsrailli bura gəlib. Səninlə danışmağı xahiş edirlər. İki İsrailli? Bu qullar məndən nə istəyə bilər ki? İsrailin Allahı Yahvedən sizə xəbər gətirmişik. Allah deyir, xalqımı burax, səhrada mənə səcdə etsin. Yahve? Bu kimdir? Mən bu adda heç bir tanrı tanımıram. İsraillərin Mısırdan çıxmasına da heç vaxt icazə verməyəcəm. İndi işinizin başına qayıdın. Deyəsən bu İsrailli qullar getdikcə daha tənbəl və avar olurlar. Bəli, ağam, həmişəki kimi haqlısınız. Nəzarətçilərə tapşırın. Kərpic düzəltmək üçün saman verməsinlər. Amma onlardan əvvəlki qədər kərpic hazırlamağı tələb etsinlər. Biz onları o qədər məşğul edəcəyik ki, o iki nəfəri dinləməyə vaxtları olmayacaq. Dediyiniz kimi ediləcək, ağam. Günlük normanızı yerinə yetirə bilməmisiniz. Bugün daha da az işləmisiniz. Körpüç için saman vermişsizsə işimizi necə yerinə yetirək? Siz hamınız tənbəlsiniz. Elə buna görə də həmişə Allahınıza ibadət etmək istədiyinizi deyirsiniz. Mühafizəçi! Xahiş edirəm. Bu qocaya onun əsl ağasının kim olduğunu xatırladım. Musa, sen günahkarsan. Allah hamımızı öldürmeden niye bizi rahat bırakmırsan? Allah'ımızın bizi xilas etmek planı olduğu bir vaxtda imanımızı korumalıyıq. Plan? Mən idim onun planı. Amma hamını necə məyus etdiyimə baxın. Ya Rəbb, axı niyə məni göndərməliydin? Musa, mənim İbrahimə, İshaqa və Yaquba görünən külli ixtiyar Allah, Yahve olduğumu xatırla. Kənan torpağını onlara vermək üçün onlarla əhd bağladım. Sizə də söz verirəm ki, İsrail övladlarını onların əsarətindən azad edəcəyim. Amma ya Rəbb, indi heç İsraillilər də mənə inanmırlar. Firon məni necə dinləyəcək? Sabah səhər tezdən qardaşın Harunla çayın sahilinə get. Bizə su gətirin. Balaca oğlumla içək. Yenə də siz ikiniz burada nə edirsiniz? İsraillilərin Allahı Yahve dedi. Xalqımı burax, səhrada mənə səcdə eləsin. Əgər buraxmasan, bu çayı qana çevirəcəm. Bu dəhşətdir. Bu ki qandır. Ağam, bizim sehirbazlar da eyni şey edə bilər. Bəli, bunu bizim sehirbazlarımız da edə bilər. Siz ikiniz, elə bilməyin ki, bu kisi hilənizlə məni xalqınızı azadlığa buraxmağa inandıracaqsınız. Su o qədər iyrənc oldu ki, heç kim onu içə bilmirdi. Amma Firon yenə də İsrailliləri buraxmaq istəmirdi. Onda Allah bütün Misir ölkəsinə böyük bir qurbağa bəlası göndərdi. Hər yer qurbağa ilə dolu idi. Qurbağalar Misirlilərin evinə basqın edir, hətta yeməklərinin üstündə gəzirdilər. Bu qurbağalar iyrəncdir. Musa, Allahından xahiş et, onları rədd etsin. Mən dua edib, Yahvedən xahiş eləyəcəm onları geri götürsün. Amma siz İsraillərin getməsinə icazə verməlisiniz. Çünki bunu etməsəniz, daha pis şeylər baş verəcək. Musa dua etdi və Allah qurbağaları öldürdü. Lakin Firon qurbağalardan qurtulduqlarını anlayanda
daha da inatkar oldu və İsrailliləri buraxmaqdan imtina etdi. Sonra Allah bütün Misir torpağına milçəklər və ağcaqanadlar göndərdi. Amma onlar İsraillilərin yaşadığı bütün yerlərdən uzaq durdular. Bu inanılmazdır. O pis Misirlilərin belə əzab çəkdiklərini görəcəyim heç ağlıma gəlməzdi. Firon milçəkləri Misirdən çıxarması üçün Musaya yalvardı. Amma milçəklər yox olan kimi o yenidən ürəyini sərtləşdirdi. Sonra Allah Misirlilərə ağrılı yaralar və onların heyvanları üçün ölümcül xəstəliklər göndərdi. Amma Firon yenə də Allaha itaət etməkdən imtina etdi. Sonra Allah dəhşətli dolu göndərdi. Aramsız dolu yolundakı hər şeyi, əkinləri, ağacları, heyvanları, hətta insanları məhv etdi. Lakin İsraillilərin yaşadıkları yerlərə bir dənə də olsa dolu düşmədi. Allah deyir, xalqımı burax. Əgər imtina eləsən, bütün ölkəni bürüyəcək çəyirtkə bəlası göndərəcəm. Onlar olan qalan məhsulunuzu da yeyəcək. Ağam görmürsənmi? Misir xarabalığa çevrilib. Sənə yalvarıram, burax onları getsinlər. Yox, heç vaxt. Buna görə də Allah dediyi kimi etdi. O bütün Misir ölkəsini dəhşətli çəyirtkə bəlası ilə məhv etdi. Sonra o, bütün ölkənin üzərinə zülmət, qaranlıq çöktürdü. Ağır, zülmət qaranlıq 3 gün davam etdi. Heç kim yerindən tərpənə bilmirdi. Ancaq İsraillərin yaşadıkları hər yer işıqlı idi. Hardasan? Hara getdin günəşin ruhu? Niyə? De görüm axı niyə bizi tərk etdin? Firon, nə üçün İsraillilərin torpağınızı tərk etməsinə icazə vermirsiniz? İndi Yahve deyir ki, sənin və bütün xalqının üzərinə son bəlanı gətirmək üzrədir. Bugün gecə yarısı o özü bütün Misir torpağından keçəcək və Misirdə olan bütün ilk doğulan erkəklər həlak olacaq. İndiyə qədər heç olmamış və bundan sonra da heç olmayacaq qədər böyük kədər olacaq. Lakin İsraillilərdən heç biri ölməyəcək. Bu gecə Yahve bizi bu əsarətdən bir dəfəlik azad eləyəcək. Getmək üçün əşyalarınızı hazırlayın. Çünki Allah Fironu və digər Misirliləri onların ölkələrindən çıxıb getmək üçün bizə yalvarmağa məcbur eləyəcək. Bu gecə Allah bütün Misirdən keçəcək və hər bir ailənin ilkin oğlan övladı həlak olacaq. Amma biz Allahımızın verdiyi göstərişlərə əməl etsək, heç birimizin oğlu ölməyəcək. Hər bir ailə ən yaxşı quzunu seçməli, sonra da onu kəsməlidir. Qanı toplamaq üçün bir qab götürün, sonra onu evinizin qapı çərçivəsinin kənarlarına və yuxarı hissəsinə sürtün. Allah quzunun qanını görəndə sizin evinizdən yan keçəcək və dağıdıcının oğlunuzu öldürməsinə icazə verməyəcək. Hər bir ailə quzunun ətini götürüb qovurmalı, onu acı otlar və mayasız çörəklə birlikdə yeməlidir. Yeyin, sonra getməyə hazırlaşın. Çünki bu gecə Allah bizi Misirlilərdən xilas eləyəcək.
Allahın sizə verməyi vəd etdiyi torpağa girəndən sonra hər ilin bu günündə Pasxa bayramını qeyd etməlisiniz. Allahın sizi öz qüdrəti ilə Misirdən çıxardığını və sizi köləlikdən azad etdiyini unutmayın. Bütün yeni nəsillər Allahın etdiklərini heç vaxt yaddan çıxarmamalıdır. Buna görə də siz bunu övladlarınıza və onların övladlarına əbədi olaraq öyrətməlisiniz. Həmin gecə bütün Misirli ailələrdə Fironun da oğlu daxil olmaqla ilk oğullar öldürüldü. Oğlum, xahiş edirəm, məni dərk eləmə. Yox. Ağam, istədiyiniz kimi Musa gəldi. Gedin, siz də bütün adamlarınızda mümkün qədər uzağa gedin. Nəyiniz varsa götürün, bizi tərk edin. Allahınıza ibadət edin. Amma mənim üçün Allahına dua et ki, məni cəzalandırmaqdan əl çəksin. Ertəsi gün səhər tezdən Misirlilər gəlib İsraillilərə yalvardılar ki, mümkün qədər tez onların ölkələrini tərk etsinlər. Çoxları onlara gözəl paltarlar hədiyyə edir, gümüş və qızıllar gətirirdilər. Gəlin qeyd edək, hamıya deyək. Nəhayət gedirik, Rəbb gücün göstərdi, biz azadıq. Övladlarınızın övladlarına da deyin, Rəbb gücün göstərdi, biz azadıq. Qeyd edək, hamıya deyək, nəhayət gedirik, Rəbb gücün göstərdi, biz azadıq. Övladlarınızın övladlarına da deyin, Rəbb gücün göstərdi, biz azadıq. İllərlə əsirlikdə əzab çəkdik, Allahın möcüzəsinə qədər. Ölüm hamımızdan yan keçdi, qapılardakı qana görə. Nəhayət gedirik, Rəbb gücün göstərdi, biz azadıq. Övladlarınızın övladlarına da deyin, Rəbb gücün göstərdi, biz azadıq. Qeyd edək, hamıya deyək, nəhayət gedirik, Rəbb gücün göstərdi, biz azadıq. Gözəsinə qədər, hamımızdan yan keçdi, qapılardakı Nəhayət gedirik, Rəbb gücün göstərdi, biz azadıq. Gözəsinə qədər, hamımızdan yan keçdi, Biz azadıq.